Xəstələrin dediyi ən böyük absurdlardan biri limondur. Çünki deyir ki, təzyiqim qalxdı, limonu götürdüm, sıxdım suyun içinə, içdim, başıma çəkdim. Onunla da təzyiqim düşdü. Belə bir şey yoxdur, tamamen absurddur. Təzyiq dərmanları deyə bir anlayış var. Heç bir limonda heç bir təzyiqi salmır. Sadəcə niyə düşür o sırada təzyiq? İnsanların inandığı bir inançlar var. Ona inanır ki, limonu içdim, birazdan rahatlayacağım. Psixika rahatlayır və oradan da təzyiq düşür. Amma bu o demək deyil ki, bizim hər təzyiqimiz qalxanda hər limonu içməliyik. Gəl ki, limonu içdik, psixoloji olaraq rahatladıq, amma mədəmiz məhv olacaq. İkinci inançlardan biri yemişandır. Yemişanı az qala gözünə belə sürtənlər var ki, yemişan ürək xəstəliklərində xeyirli bitkidir. Xeyr. Yəni yemişan sinir əzəb sistemini sakitləşdirir, damarları rahatlaşdırır, bəli. Amma bu o demək deyil ki, yemişanı içməklə biz ürək xəstəliklərindən və yemişanlı çayları içməklə, dəmləyib içməklə, nə bilim, qaynadıb içməklə ürək damar sistemi xəstəliklərindən azad olacağıq. Tamamilə yanlışdır. Üçüncü, daha dəhşətli və mənə qəribə gələn şeylərdən biri sarımsaqdır. Çünki onu yeməklə daha çox özünüzə də deyil, deyək ki, çoxlu miqdarda yeməklə ətrafa da zərbə vurursunuz hissinə görə. Sarımsaqla nə bilim, nəyisə qatırlar, 40 gün hansı otaqda saxlayırlar, 40 gündən sonra onun axır gücünü açırlar, axır keçməyə başlayırlar. Heç bir xeyri yoxdur. Mən o qarışımı içib bir gün sonra infarktla yanıma gələn xəstə tanıyıram. Ona görə sarımsaq da tamamən mifdir. Sarımsağı yersiniz, yeməkdən zövq alarsınız. O qədər.